Rəbb kəlamında bizə deyir ki, sizin hər ehtiyacınızı Məsih İsa'da öz izzətli zəncirliyinə görə ödəyəcəm. Yəni ata bizə belə bir söz verib. Məsih İsa vasitəsilə onun izzətli zəncirliyinə görə bütün izzət İsa Məsih vasitəsilə yer üzünə indi bilirik ki. Və onun izzəti ilə deyir bütün ehtiyaclarımız. Baxın, burada bir ehtiyacımızı demir. Sadəcə bizdən istəyir ki, biz Rəbdə yaşayaq, biz Rəbdə irəliləyək, inkişaf eləyək. Cəsarətli olaq, utanmayaq, çəkinməyək. Daim Rəbbin sözünü, hikmətini hər şeydən üstün tutaq. Və o zaman həqiqətən bizim həyatlarımız dəyişilməyə başlayır. Bizim həyatlarımıza böyük bir güc gəlir, qüvvə gəlir. Qüvvə heç bir vaxt dünyadan gəlməz. Qüvvə ancaq Rəbdən gəlir. Və mən də dua edirəm, ya Rəbb, sən qarşıva gətirirəm, sənin əllərinə verirəm. Ya Rəbb, xeyir-dua ver. Xeyir-dua ver ki, ya Rəbb, bütün, ya Rəbb, hər tərəfdən sənin ruhun, o izzətli zəncirliyin, ya Rəbb, kəlamında deyildiyi kimi, bütün ata-bacı qardaşlarımın həyatının bütün ehtiyaclarını ödəsin deyə dua edirəm. Çünki sənin kəlamın deyib hər bir ehtiyacınızı. Heç bir ehtiyac qıraqda deyil, ya Rəbb, sənin qarşındadır. Bazı qardaşlarımın ehtiyaclarını ödəyən Rəbsən. Bu gün mən sənin qarşıva gəlirəm. Və Filiplər 4:19-da dediyin kimi, hər ehtiyacınızı, ya Rəbb, hər ehtiyac qoy sənin çarmıxına sancılsın. Və bütün ehtiyacların cavabları sənin tərəfindən tamamilə cavablansın. İsa'nın ismində, İsa'nın adında. Adlardan ucu olan atamın adıyla diləyirəm və istəyirəm. Ya Rəbb, xeyir-dua ver. Xeyir-duanın axın-axın göylərdən dökülsün. Hər bir evin, hər bir ailənin üzərinə. Ata, yer üzərində nə qədər insanlar var, sənin adını tanıyırlar. Ancaq səndə nə qədər yaşayırlar, nə qədər irəliləyirlər, ya Rəbb. Vəziyyət gələndə onlar sənə necə itayət edirlər, yoxsa etmirlər. Ata, dua edib sənin qarşıma gətirirəm. Dua edib sənin əllərinə verirəm ki, ya Rəbb, qoy vəziyyətdə səni hər şeydən üstün tuta bilsinlər. Səni qiymətləndirə bilsinlər, səni dəyərləndirə bilsinlər. İsa'nın ismində, İsa'nın adında. Ata, dua edirəm, ya Rəbb. Yalvarıram, fəryad edirəm sənin qarşında. İsa Məsihin ismi ilə. Müqəddəs adın, güclü, qüdrətli adın. Qoy hər bir kəsin evinin bəzəyi olsun. Qoy hər bir kəsin ürəyinin sahibi olsun. O ada təzim edərək, o ada arxalanaraq, o adın arxasıyla gedərək bütün həyatlarını tam irəli apara bilsinlər. İsa'nın ismi ilə. Ata, sən qadirsən. Ya Rəbb, sən minnətdarıq. Minnətdarıq sənə, ya Rəbb. Bütün bacı qardaşlarımın ehtiyacları qoy sənin dediyin kimi olsun. Necə ki deyirsən, Məsih İsa'da olan öz izzətli zəncirliyinə görə ödənəcək. Ödənilən artıq ödənildi, ata. Qoy ödənməyənlər artıq ödənməyə başlasın. İsa'nın ismində və adında. Sənin ruhun gücü ilə, qüdrəti ilə hər bir evə, hər bir ailəyə daxil olsun. Xeyir-dua ver, ata, qoru. Yer üzərində övladlarını qoru. Günahdan qoru. Onların salihliyini özün müdafiə elə. Onları öz salihliyində saxla. Dünya salihliyində deyil, ya Rəbb. Qoy dünyanın salihlikləri onlardan uzaqlaşsın və sənin salihliyin onların həyatlarına gəlsin deyə dua edirəm. Sənə şükürlər olsun, sənə izzət olsun. Biz sənə minnətdarıq, ya Rəbb. Sənə minnətdarıq, ata. Bu ata diriliş gününə görə sənə minnətdarıq. Minnətdarıq ki, sən bu gözəl günü bizə bəxş etmisən. Bizi sevmisən, seçmisən. Bu gözəl gün üçün bizi hazırlamısan. Və biz bu günü artıq, ata, həyatımızın ən gözəl bir günü kimi biz yaşaya bilirik. İsa Məsihin ismi ilə. Ata, sənə minnətdarıq. Ata, oğul, müqəddəs ruh naminə. Amin.